Salam əziz gənclər, MAQə baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Bugün 31 Mart Azərbaycanlıların soyqırımı günüdür. Soyqırım qurbanlarının xatirəsini yad edərək verilişimizə başlayırıq. Tarix bəzən yalnız kitab səhifələrində qalmır, xalqın yaddaşına yazılır. Xatırlamaq nə qədər acı olsa da, unutmaq isə mümkün deyil. 31 Mart 1918-ci il. Minlərlə günahsız insanların, qadınların, uşaqların, qocaların yalnız Azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirildiyi həmən o gün. Bakı, Quba, Qarabağ, Naxçıvan və digər ərazilərdə yaşayış məntəqələri dağıdıldı. Ailələr parçalandı. İnsanların həyatı bir anda alt-üst oldu. Həmən dəhşətli günlərin şahidi olan Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazır. Ermənilər Azərbaycanlı müsəlmanların məhəllələrinə daxil olaraq vəhşicəsinə qətliamlar törədirlər. Beləliklə 26 Mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyev 31 Mart Azərbaycanlıların soyqırımı kimi qeyd olunması üçün sərəncam imzaladı. İllər ötdü. Nəhayət 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dünyaya bir həqiqəti göstərdi. Azərbaycan xalqı unutmadı, unutturmadı və heç vaxt təslim olmadı. Gec də olsa öz ədalətini bərpa etdi. Bu xalqın yaddaşı da güclüdür, iradəsi də. Tariximizin ağrılı səhifələri çoxdur. 31 Mart da bunlardan biridir. Tarix bizi sınasa da, zaman bizi daim gücləndirdi. Studiyamızın bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin Media və İnformasiya Təminatı şöbəsinin müdiri Əsmər xanım Nəcməddin qızıdır. Əsmər xanım, xoş gəlmisiniz. Xoş gördük sizi Kübra xanım. Tamaşaçıları və sizi salamlayıram. Çox sağ olun. Bugün Azərbaycanda işsiz gənclər üçün hansı aktiv mövcud məşğulluq proqramları var? Təşəkkür edirəm həm dəvətiniz, həm də mövzu üçün. Əvvəla qeyd edeyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin olunması istiqamətində fəaliyyət göstərən və dövlətin iqtisadi və sosial siyasətini həyata keçirən bir qurumdur. Və agentliyin 27 funksional istiqaməti var. Bu istiqamətlər üzrə müxtəlif aktiv məşğulluq tədbirləri həyata keçirilir, müxtəlif layihələr icra olunur və agentliyin diqqətdə saxladığı, prioritet hesab elədiyi kateqoriyalardan birisi də məsələ gənclərdir. Hansı ki, bugün ölkəmizdə də gənclərin əmək bazarına daha sürətli inteqrasiya olunması, onların müasir əmək bazarına hazırlıqlı şəkildə olmaları üçün bir sıra tədbirlər görülür ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən də öz istiqamətlərinə uyğun olaraq bu tədbirlər diqqətdə saxlanılır və görülür. Çünki məşğulluq haqqında qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyası var ki, bura daxil olan şəxslərdən birisi də elə 20 yaşada gənclərdir. Qeyd edeyim ki, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri üzrə, aktiv məşğulluq tədbirləri üzrə fəaliyyətlər icra olunur və burada təkcə məqsəd ondan ibarət deyil ki, biz gəncləri işlə təmin eləyək. Burada əsas məqsəd onların əmək bazarına düzgün hazırlanması, əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnmələri və onların dayanıqlı məşğulluğunun təmin olunmasıdır. Mən buna misal olaraq göstərə bilərəm özünü məşğulluq proqramını, peşə hazırlığı kurslarını, peşəyönümlü məsləhət tədbirlərini, karyera məsləhəti xidmətini, birgə maliyyələşmə proqramı, əmək yarmarkalarının keçirilməsi və s. İndi irəliləyən dəqiqələrdə yəqin ki, bu barədə daha ətraflı danışacağıq. Hər il bu istiqamətlər üzrə müəyyən işlər görülür, onların bu məşğulluq tədbirlərinə cəlb olunmaları həyata keçirilir və eyni zamanda agentlik tərəfindən müxtəlif layihələr icra olunur ki, bu layihələr çərçivəsində də biz gənclərin məşğulluğuna dəstək ola bilək. Təşəkkür edirik ətraflı cavabınıza görə Əsmər xanım. Bəhsi keçən mövcud aktiv proqramlar nə qədər əlçatandır gənclər üçün? Məsələn, necə müraciət edə bilərik və onlayn qeydiyyat varmı? Təşəkkür edirəm. Əslində, gənclər və digər kateqoriyalardan olan işsiz və iş axtaran şəxslər üçün də bu proqramlara müraciət eləmə qaydası eynidir. Və burada çox uzun bir müraciət proseduru, hər hansı bir sənədlərin toplanması məsələsi də yoxdur. Agentliyin regional məşğulluq filialları fəaliyyət göstərir. Hər rayon üzrə bizim xidmət şöbələri var və eyni zamanda bilirsiniz ki, DOST mərkəzləri artıq fəaliyyət göstərir, xüsusilə Bakıda və Qarabağ zonasında. Vətəndaşlar müraciət edə bilərlər regional məşğulluq filiallarına, yaxınlıqdakı DOST mərkəzlərinə və xidmət şöbələrinə. Həm gənclər, həm də digər işsiz və iş axtaran vətəndaşlar. Və bunun üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur, oradakı məlumatlara ehtiyac var. Bütün regional məşğulluq filiallarında və DOST mərkəzlərində karyera məsləhətçiləri fəaliyyət göstərir. Bugün agentlikdə vətəndaşların qəbulu
prosesi, onların məşğulluq tədbirlərinə yönləndirilməsi tam olaraq yeni konsepsiya əsasında həyata keçirilir. Yəni ki, biz məşğulluq tədbirinə doğru işsiz və iş axtaran şəxsin müəyyən edilməsi, eyni zamanda müraciət edən şəxs üçün doğru məşğulluq tədbirinin müəyyənləşdirilməsi üçün yeni konsepsiya həyata keçiririk və bu necə həyata keçirilir? Müraciət eləyirsiniz, karyera məsləhətçisi sizi ilk olaraq qeydiyyatınız yoxdursa, qeydiyyata alır və siz məşğulluq haqqında qanuna əsasən də məşğul şəxs hesab olunmursunuzsa, elə həmin anda sizə işsiz statusu verilir. Və bundan sonra şəxsin sorğu əsasında məşğulluq imkanları qiymətləndirilir. Bu qiymətləndirmə nədən ibarətdir ki, yəni ki, bugün şəxsin məşğulluq tədbirləri ilə bağlı gözləntisi, istəkləri nədən ibarətdir? Onun təhsili, təcrübəsi nədən ibarətdir? Bütün bu məsələlər araşdırılır və bunun əsasında məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusunun yekununa uyğun olaraq avtomatik olaraq fərdi məşğulluq proqramı tərtib olunur. Bu proqramda artıq müəyyənləşir ki, müraciət edən şəxs hansı məşğulluq tədbirinə və yaxud da ki, hansı məşğulluq tədbirlərinə uyğun vətəndaşdır və onun üçün necə bir yol xəritəsi formalaşdırmaq olar ki, biz nəticədə son nöqtə olaraq onun məşğulluğunu təmin edə bilək. Və karyera məsləhətçisi bu prosesi vətəndaşla birgə həyata keçirir. Onun məşğulluğu təmin olunana da karyera məsləhətçisi öz portfelində olan vətəndaşlarla iş aparır. Fərdi məşğulluq proqramının nəticəsinə uyğun olaraq biz artıq bilirik, bu vətəndaşı hazırda vakansiya bankında mövcud olan iş yerləri ilə biz işlə təmin edə bilərikmi, göndəriş həyata keçirə bilərikmi? Əgər onun bugün əmək bazarının tələblərinə uyğun yeni bir peşəyə yiyələnməsinə ehtiyac varsa, şəxs yönləndirilir peşə hazırlığı kurslarına və yaxud da ki, vətəndaşın əmək bazarına uyğun peşəsi var, ixtisası var, işə başlamağa hazır bir şəxsdir. Sadəcə ona karyera məsləhəti xidməti göstərilməlidir ki, vətəndaş iş müsahibəsinə necə gedə bilər, necə iş axtarır, həyata keçirilə bilər, ümumiyyətlə özünü necə təqdim eləyə bilər. Bu barədə məlumatlı olması üçün ona elə karyera məsləhəti xidməti göstərilə bilər və digər məşğulluq tədbirləri də həmçinin. Yəni ki, vətəndaş üçün həmin qiymətləndirmənin nəticəsinə uyğun olaraq bir yol xəritəsi hazırlanır və iş aparılır. Əsmər xanım, qiymətləndirmə prosesi çox əhatəli və bir qədər uzun gəldi mənim gözümə. Bu neçə müddət ərzində baş verir? Bir saatın bir neçə saatın içərisində. Çünki vətəndaş müraciət edir, karyera məsləhətçisi onu qəbul eləyir və başlayırlar artıq prosesə. Sorğu əsasında suallar verir, vətəndaş onu cavablandırır elə yerində və onun sualların cavabına uyğun olaraq, şəxsin göstəricilərinə uyğun olaraq artıq avtomatik fərdi məşğulluq proqramı tərtib olunur və fərdi məşğulluq proqramında artıq avtomatik olaraq formalaşır ki, o cavablara, həmin o məşğulluq imkanlarına uyğun hansı tədbirlər bugün bizim əlimizdə var və hardan yola başlaya bilərik. Son illər ən çox danışılan özünü məşğulluq proqramı haqqında istəyirik bizə məlumat verəsiniz. Çox doğru qeyd edirsiniz. Özünü məşğulluq proqramı haqqında bəli çox danışılır. Çünki bu agentliyin icra elədiyi ən əhatəli proqramlardan birisidir və 2017-ci ildən etibarən özünü məşğulluq proqramının icrasına başlanıb. Özünü məşğulluq şəxsin müstəqil sürətdə və yaxud da ki, dövlətin dəstəyi ilə özünün məşğulluğunu təmin etməsi deməkdir. Və bu proqramın əlbəttə ki, işsiz və eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş bir proqramdır və proqramın icrası bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələ, bir qədər əvvəl izah elədiyim vətəndaşın müraciət eləməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi məsələsidir. Burada artıq vətəndaş üçün özünü məşğulluq proqramı doğru tədbir kimi müəyyənləşirsə, şəxs növbəyə alınır. İndi növbəlik nədir, bu proses necə icra olunur, bunu da deyəcəm. Vətəndaş növbəyə alınır və növbəli qaydada onun ilk olaraq ilkin monitorinqi keçirilir. Biz buna maddi məişət şəraitinin yoxlanılması və eyni zamanda vətəndaşın təcrübəsinin yoxlanılması deyirik. Yəni ki, vətəndaşın ilk olaraq yoxlanılır ki, özünün məşğulluğunun təşkili üçün şəraiti varmı və daha sonra yoxlanılır ki, elə yerində suallar əsasında müəyyənləşdirilir ki, şəxs müraciət elədiyi istiqamət üzrə təcrübəyə və yaxud da ki, ilkin biliklərə malikdirmi? Yəni ki, siz ola bilər ki, un məmulatlarının istehsalı istiqaməti üzrə özünü məşğulluq proqramına müraciət eləmisiniz, avadanlıq istəyirsiniz ki, öz işinizi qurasınız, amma bu sayədə heç bir təcrübəniz yoxdur. Təbii ki, bu vətəndaş artıq avadanlıqları aldıqdan sonra onu istifadə eləməyi, öz işini qurmağı biraz çətin olacaq. Amma ola bilər ki, siz elə bir sahəni bacarırsınız ki, həmin istiqamət üzrə avadanlıq alsanız, əslində daha uğurlu biznes qurarsınız. Bəli. Əslində başda məşğulluq imkanlarının qiymətləndirilməsi və ilkin monitorinqin aparılması məhz buna xidmət edən bir prosesdir. Artıq vətəndaş müəyyənləşirsə ki, ilkin monitorinq zamanı o uyğun şəxsdir, şəraiti var, ilkin bilikləri var, təlim mərhələsinə cəlb olunur. Yenə növbəli qaydada. Qısa müddətli təlimlər keçirilir. Bu təlimlərdə biznes planın hazırlanması istiqamətində şəxslərə təlim tədris olunur.
Təlimin yekununda biznes planının qiymətləndirilməsi olur. Onlar öz hazırladıkları biznes planları müdafiə eləyirlər ki, biz işimizi bu şəkildə quracağıq və bu mərhələni də uğurla keçirən şəxslər sonda aktivlərlə, mal və materiallar formasında avadanlıqlarla təmin olunurlar. 1 il müddətinə bu təminat həyata keçirilir, müqavilə əsasında verilir. 1 il ərzində agentlik tərəfindən dövrü olaraq monitorinqlər həyata keçirilir ki, şəxs avadanlıqlardan istifadə edə bilirmi, artıq öz işini qurubmu, təqdim elədiyi biznes plana uyğun olaraqmı öz fəaliyyətini qurub, bütün bunlar yoxlanılır və 1 ilin sonunda əgər vətəndaşın qurduğu biznes plana uyğundursa, onun mülkiyyətinə verilir. Mən növbəllik məsələsini qeyd elədim. Onu da qeyd edim ki, özünü məşğulluq proqramı üzrə şəxslərə bugün 32 zərf təqdim olunur. Bu zərflər kənd təsərrüfatı, istehsal və xidmət sahələrini əhatə eləyir. Kənd təsərrüfatı istiqamətində iri buynuzlu, xırda buynuzlu heyvandarlıq, arıçılıq təsərrüfatları var. İstehsal xidmətdə isə paketlər daha genişdir. Burada un məmulatlarının istehsalı, gözəllik salonu, kişi bərbərxanası, avtomobil sahəsi ilə, avtomobil təmiri sahəsi ilə bağlı müəyyən zərflər var, dülgər sexi, kiçik foto atelye, poliqrafiya və digər sahələri biz misal göstərə bilərik. Növbəllik nədir? Ümumiyyətlə, bu bizə tez-tez müraciət olunan məsələdir ki, mən müraciət eləmişəm, nə zaman avadanlığımı alacam? Mən müraciət eləmişəm, nə zaman təlimlərə cəlb olunacam? Şəxslər burada bir qədər səbirsizlik göstərə bilirlər ki, onlar tez bir zamanda öz işlərini qursunlar. Özünü məşğulluq proqramı siz də qeyd elədiniz ki, haqqında çox danışılan və müraciət çox olan bir proqramdır. Həm Bakıda, həm də bölgələrdə. Bu müraciətlərin daha sistemli idarə olunması və ədalətlilik prinsipini qorumaq məqsədi ilə agentlik tərəfindən növbəllik mexanizmi yaradılıb. Vətəndaşlara skoring bal verilir və bunun əsasında bir növbəllik sırası müəyyənləşir. Yəni ki, siz müraciət eləmisiniz, sizin göstəricilərinizə uyğun olaraq balınız neçədirsə növbə sıranız olur. Mən müraciət eləmişəm, mənim skoring balım sizdən daha aşağı olduğu üçün mən artıq sizdən sonra olacam növbədə. Bu nəyin əsasında formalaşır? Şəxsin müraciət eləmə tarixi, daha sonra onun sosial göstəriciləri, yəni ki, vətəndaş ünvanlı dövlət sosial yardım alan şəxsdirmi, əlilliyi varmı, şəhid ailəsi üzvüdürmü, gəncdirmi, qadındırmı, pensiya yaşına 2 ildən az qalmış şəxsdirmi? Bütün bu meyarlar nəzərə alınmaqla ona ballar verilir və bunun əsasında onun skoring balı tərtib olunur və növbəsi Skoring balı əsasında öncəlik kimə verilir? Əlbəttə ki, skoring balına əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə daha öncəlik verilir. Hansı ki, mən sadaladım. Bunlar keçmiş məcburi köçkünlər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardım alanlar, 20 yaşına da gənclər və digərləridir. Elə statistik göstəricilərə də nəzər yetirsək, 2017-ci ildən etibarən artıq özünü məşğulluq proqramına 113 mindən çox şəxs cəlb olunub və təkcə 2025-ci ildə bu rəqəm 17 minə yaxın olub. Proqramın əhatəli, yəni bu qədər genişdir. Biraz avadanlıqlarla təmin olunmaqlarından istəyirik danışasınız. Ümumiyyətlə, proqram çərçivəsində insanlara hansı dəstəklər konkret olaraq göstərilir? Yəni, avadanlıq, malqarə və ya digər vasitələr necə təqdim olunur? Qeyd elədiyim kimi, özünü məşğulluq proqramı çərçivəsində şəxslərə 32 zərf təqdim olunur. Bunlar kənd təsərrüfatı və istehsal xidmət sahələrini əhatə edir. Yeri gəlmişkən qeyd edeyim ki, daha detallı həmin zərflərin tərkibinə hansı avadanlıqlar daxildir ayrıca. Bu barədə məlumatlar agentliyin rəsmi saytında, dma.gov.az saytında ayrıca qeyd olunub. Şəxslər ora daxil olaraq bütün zərflərlə tanış ola bilərlər. Zərflərin tərkibinə hansı avadanlıqlar daxildir, bunu da görə bilərlər. 32 zərfin içərisində müxtəlif istiqamətlər var. Bu istiqamətlər ümumiyyətlə həm əmək bazarından araşdırılması, tələblər və vətəndaşlardan da gəlmiş sorğular nəzərə alınmaqla müəyyənləşdirilib və bu o demək deyil ki, 32 zərf belə də davam eləyəcək və yaxın illərdə də bu dəyişməyəcək. Xeyr, ötən ildə müəyyən zərflərin tərkibində düzəlişlər oldu, təkmilləşdirmələr oldu. Yeni zərflər siyahıya əlavə olundu. Ondan əvvəlki illərdə məsələn elə zərflər olmuşdu ki, müraciətlər az idi, artıq ehtiyac yox idi, öz aktuallığını itirmişdi, onlar siyahıdan çıxarıldı. Yəni bu proses daim təkmilləşdirilir, ildən ilə təkmilləşdirilir. Əvvəldə də qeyd etdiyim kimi, kənd təsərrüfatı istiqamətində heyvandarlıq sahəsi, arıçılıq, iri buynuzlu, xırda buynuzlu heyvandarlıqdır. Bu daha çox regionlarda bu istiqamətə müraciətlər olur. Onlar müəyyən heyvan, sizin də qeyd elədiyiniz kimi, malqara, xırda buynuzlu və iri buynuzlu heyvanlar verilir ki, şəxslər öz təsərrüfatını qursunlar. İstehsal xidmət istiqamətinə isə əvvəldə də sadaladım əslində bir neçəsinin adını. Kişi bərbərxanası, qadın bərbərxanası, məmulatların istehsalı bunlar verilir. Məkan vətəndaş tərəfindən təmin olunur. Biz sadəcə olaraq avadanlıqları təqdim eləyirik şəxsə ki, o artıq
məkanı da götürməklə, əgər olmayan şəxslər təbii ki, icarəyə götürür məkanlarını, orada artıq öz işlərini qura bilsinlər. Amma bu avadanlıqlar verilir və vətəndaşla bizim münasibətlərimiz bitmir. Çünki bu proqram çərçivəsində onlara əlavə dəstək mexanizmləri də təqdim olunur. Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə məşğulluğa dəstək layihəsi icra olunur. Bu layihə çərçivəsində istehsal xidmət istiqaməti üzrə vətəndaşlara aktivlər verilir və öz biznesini inkişaf elətdirmək istəyən uğurlu qurmuş şəxslərə son bir ildə, orada bəzi şərtlər var, son bir ildə fəaliyyətdə olan, vergi öhdəlikləri olmayan, bu vətəndaşın biznes plana uyğun olaraq fəaliyyət göstərən şəxslər daha sonra əlavə dəstək üçün də müraciət edə bilirlər. Bu həvəsləndirmə mükafatları müsabiqəsidir. İndi yeni bir layihəyə start verilib, sosial iş yerlərinin yaradılması ilə bağlı layihədir. Yəni ki, proqram çərçivəsində öz biznesini ilkin olaraq qurmaq istəyən şəxslərə və daha sonra inkişaf elətdirmək istəyən şəxslərə də dəstək göstərilir. Ümid edirik ki, veriliş müddətində bütün səsləndirdiyiniz fikirlər iş axtaran gənclərə kömək olar və istiqamət seçməkdə onlara bir şans yaradar. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Vaxt ayırıb gəldiyiniz üçün Əsmər xanım və qurum olaraq gənclərə dəstək olduğunuz üçün, təşəbbüsləriniz üçün çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm dəvət üçün. Son olaraq qeyd edeyim ki, gənclər əgər bu gün əmək bazarında hansısa hissədə çətinlik çəkirlərsə və onların əlavə dəstəyə ehtiyacı varsa, bizə çəkinmədən müraciət edə bilərlər. Agentliyin Alo Karyera dəstək xidməti fəaliyyət göstərir. Tam ödənişsiz şəkildə bizim karyera məsləhətçilərimiz onların bütün suallarını cavablandırmağa hazırdılar. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Dövlət Məşğulluq Agentliyinin məşğulluq proqramlarından yararlanan gənclər qonaqlarımızdır. Studiyada fotoqraf və videoqraf Fazil Nəsirli və saç ustası Emil Əliyevdir. Xoş gəlmisiniz. Xoş gördük. Gəlin əvvəlcə ondan başlayaq ki, bu proqramlarda necə xəbər tutdunuz və müraciət prosesi necə baş verdi? Mən əvvəllər belə deyim də, yanında tələbə olduğum bir ustam bu yararlanmışdı belə bir. Belə deyək də, Dövlət Məşğulluq Agentliyinin köməkliyi ilə almışdı elə vazmatlarını. Mənə də o məsləhət gördü. Ondan maraqlandım və getdim müraciət elədim. Müraciətini də dəyərləndirdilər. Neçə müddət çəkdi bu təqribi? Mən 2024-cü ilin mart ayında müraciət elədim. 2025-ci ilin fevral ayında mənə cavab gəldi və 2025-ci ilin mart ayında ləvazimatları mənə əldə elədim. İstiqaməti konkret olaraq özünüz seçmişdiniz ki, saç ustalığını istəyirsiniz, düzdür? Bəli. Bildiyimiz qədərilə orada karyera məsləhətçiləri olur və sizə əlavə təkliflər də edirlər. Yox, mən öz həvəsim var idi bu peşəyə daha öncələrdən. Sırf yəni bu peşə üzrə müraciət eləmişdim. Yəni bu sahə üzrə bilik, bacarıqlarınızı necə ölçdülər? Bunu mən daha öncədən də işləmişdim, fəaliyyət göstərmişdim bu sahədə. Bütün bunlar nəzərə alınıb. Tamam. Sonra öz salonumu açmaq istədim. Daha öncələrdən nə ki, stol arendaya götürüb elə işləyirdim. Sonra öz salonumu açmaq istədim, ona görə müraciət elədim. Bəs indi öz salonumu açdım, belə fəaliyyət göstərirəm. Fazil bəy, sizdə necə baş verdi bu proses? Bizdə də adətən dostlar mənə məlumat verdi, fotoqraf dostlarımız. Mən də ondan sonra mən də müraciət elədim, sağ olsunlar. Mənə müxtəlif suallar verirlər təbii ki, bu texnika ilə bağlı. Texnika ilə bağlı sual verir, deyir ki, bəli, siz ala bilərsiniz. Mən də elədən sonra təlimlər baş verdi. Təlimlərdən sonra məndə də qısa müddətdə çağırıb təhvil verdilər. Proqrama qoşulmazdan əvvəl nə ilə məşğul idiniz? Proqrama qoşulmazdan əvvəl də yəni bu sahədə idim. Belə əvvəl hobbi kimi idi. Sonra ikinci iş kimi çalışırdım. Ondan sonra artıq birinci iş kimi get-gedə özümü daha çox təkmilləşdirdim. Artıq professional bir fotoqraf, daha sonra isə videoqraf, belə deyək. Hal-hazırda da məşğulam, işimi sevirəm. Daha belə. Bu dəstək işinizə necə təsir elədi ümumiyyətlə? Burada bəli, müəyyən texnikalar verildi. Bunlar veriləndən sonra işimi daha çox təkmilləşdirmə, belə deyək. Daha peşəkar. Bəli, daha çox peşəkar. Gələndən sonra daha çox çəkilişlər və artıq yavaş-yavaş komanda şəklində müxtəlif eləyərək daha da işləri böyütdük. Belə. Emil, siz hansı avadanlıqlarla təmin olundunuz? Mənə 2 ədəd mebel verildi. Biri saç yumaq üçün, biri iş fəaliyyət göstərmək üçün belə. Kreslo, kondisioner, Ariston, saç kəsmə maşını, fen, belə. Amma məkan özünüzündür. Bəli. Bəs müştəriləriniz necə? Bu istiqamətdə artıq öz necə deyim, səriştəniz olmalıdır da. Bu proses necə baş verir? O yenə sizin dediyiniz sözünüzə qüvvət, yəni öz səriştəmiz, öz bacarığımızdan yəni irəli gəlib bizim müştəriləri toplamağımız, o da məndə yəni gedir, əladır. Sizdə necə? Məndə də yəni bəli texnika
köməkli olandan sonra təbii ki, müştərilərim artdı. Daha çox özümü təkmilləşdirdim, daha çox çəkilişlərim daha çox artdı. Şu an hər şey yaxşıdır, qaydasındadır. Məşğulluq agentliyinə müraciət etməzdən qabaq hansı başqa alternativ yollar kimi çıxış yolu görürdünüz özünüzə ki, işimi belə qura bilərəm? Özüm fikirləşirdim ki, yəni çalışım başqa bir işdə. Sadəcə bu çox böyük bir maliyyə tələb eləyir. Pul biraz toplayım, eləyim belə. Amma sonra gördüm ki, beləncədən çox çətinliklər olur. Həqiqətən də alınmır da. Ona görə belə bir yol aylatdım. Məşğulluq agentliyinə müraciət nə qədər əlçatandı? Məndə çox sadə oldu. Məncə çox rahatdır. Çox rahat oldu məndə. Yəni istənilən bir şəxs yəni dost mərkəzinə yaxınlaşıb deyir, orada hər bir şey hazırdır artıq, geri qalan özləri. Hansı bölgələrdə? Mən Nəsim rayonunda yaşayıram. Mən Nəsim rayonuna müraciət eləmişəm. Bir sağ olsun qısa müddətdə də yəni təmin ediblər. Biz bildiyimiz qədərilə məşğulluq agentliyinin əməkdaşları sizə avadanlıqla təmin etdikdən sonra yenə kommunikasiyanız kəsilmir, yenə danışırsınız, sizə müəyyən dəstəklər yenə göstərilir. Bəli, bizdə məsələn deyirlər ki, siz növbəti dəfə istəsəz 1 il sonra müraciət edib istədiyiniz texnikanı, məşğulluq öz istədiyi texnikanı verir. Mən amma istədim texnikanı verə bilərlərdi. 1 ildən sonra düşünürəm ki, bir də müraciət edeyim, mən istədim texnikanı. Onsuz da bilirsə, get-gedə müasir dövrdə hər gün artır texnikalar, telefon kimi demək olar. İnkişaf edir. Bəli. İndi ondan sonra orada mən yenə müraciət edib almaq istəyirəm. Siz necə Emil? Mən də həmçinin bu təklif elədilər. Yəni demişdilər, xəbərim var, xəbərdarlıq eləmişdilər. İndi məndə də inşallah həmçinin, yəni daha da özümü inkişaf elətdirirəm sənətdə də. İndi mən də vaxt tamam olanda bəzi bir şey çatışmayan yenidən müraciət edəcəksiniz. Bildiyimiz qədərilə Dövlət Məşğulluq Agentliyi təcrübəsi olmayan, biliyi olmayanlar üçün təlimlər, kurslar da təşkil edir. Hər ikiniz də qeyd etdiniz ki, siz də əvvəl hobbi kimi fotoqrafiya ilə məşğul olmusunuz. Siz isə kiminsə yanında onunla birlikdə məşğul olmusunuz, təcrübəçi kimi də belə deyək. Bəs daha da təkmilləşmək, daha da peşəkarlaşmaq üçün bu təlimlərdən yararlanmağı düşünmüsünüz və yaxud düşünürsünüz bəlkə də? Bizdə mən deyim təlim oldu. Ondan sonra yəni Siz təlimdən artıq yararlanmısınız? Bəli, onlayn şəkildə oldu. Orada yenə biz məsələ biznes plan danışırdıq. Biznes planlardan şey olandan sonra 5 gün olandan sonra artıq bizə verildi, belə deyək. O bildiyim qədərilə o təlimdən yəni şey eləməyənlər, təlimi bilməyənlərə verilmir. Yəni orada təlimlərdə sən eləməsən ki, verməlisən. Orada suallar var da təbii ki. Biznes planında orada sən bir növ imtahan kimi də. Bəli. Yəni durub indi belə demək, yoldan ki, sənə texnika vermirlər. Sən vurub bilməsən, bu deyirsən necə səmərəli istifadə edirsən. Amma siz demişdiniz ki, sizin təcrübəniz var. Bəli, əlbəttə. Yəni mən deyirəm, mən məsələn 1 il olsaydı, bəlkə də 2 ay olsa başlasaydım, mənə verməyə bilərlər. Çünki artıq mən müəyyən qədər bu işi bilirəm axı, belə deyək. Texnikanı bilirəm. Dedim ki, mən müraciətdə texnikalı sual verdilər mənə. Hansı texnikalar tutaq, hansı obyektivlə hansı təşkil edirsən və s. Bunları mən deyəndən sonra dedilər ki, bəli, siz iştirak edib əldə edə bilərsiniz. Mən də iştirak etdim təlimdə. Təlim prosesi nə qədər çəkir? Təlim prosesi onlayn olurdu. Səhv eləmirəmsə 2 saat olurdu. Bildiyim qədərilə 5 gün biz belə iştirak elədik. Ondan sonra artıq bizə dedilər ki, gəlib texnikanı əldə edə bilərsiniz artıq siz. Uğurla başa vurmusunuz təlimi. Emil, siz yararlanmısınız təlimlərdən? Bəli, eyni qaydada bizdə də onlayn şəkildə oldu. Orada belə dediyimiz kimi də test kimi yoxlanışlar olur. Hazırlıq idi, biznes planı düzəltdik orada, başa vurduq. Kim uğurlu oldu, bitirəndən sonra texnikanı əldə elədik. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Biz təşəkkür edirik. Uğurlar, sağ olun. Sizin də uğurlarınız bol olsun. Sağ olun, dəvət üçün. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Bugün iş axtaran gənclər üçün dövlət proqramlarından və məşğulluq imkanlarından danışdıq. Siz isə rəy və təkliflərinizi bizə sosial şəbəkələrdən yazmağı unutmayın. Sağ olun.